Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib. Xəbər verilir ki, o komediyxananın konsertində canlı ifası ilə diqqət çəkib. Onun opera ifası tamaşaçıların alqışlarıyla müşahidə edilir. Heydərliyev sarayında komediyxananın 3 gün davam edən Bayram Bazarlığı adlı konserti dünən sona çatdı. Hər birinizə təşəkkür edirik, əziz tamaşaçılar, var olun. Öz növbəmdə deyim ki, mənim üçün bu konsert proqramı xüsusən fərqli oldu. 3 gün ərzində sizin qarşınızda oynadığım səhnələrlə yanaşı canlı ifam bir başqa məsuliyyəti yüklədi. O qədər gözəl geri dönüş aldım, o qədər sevgi. Çox sağ olun. 20 il işlək olmayan səsimlə bacardığımı etdim. Buna görə də anama təşəkkür edirəm. 7 il boyunca əlimdən tutub və vokal dərslərinə inadla apardığı üçün. Hər dəfəsində də deyirdi ki, zamanı gələcək, lazım olacaq. O zaman bu zaman imiş deyə Zarina fikirlərini bölüşüb.